Xaçlı hörümçəyin tor zilciyinin sayını n. Tor zilci 6 dənədir. Yəni n-in sayı 6-dır. 3 cütdə deyirik, 6-da deyirik. Pedipalpların sayını A ilə işarəlsək, pedipalp da 2 dənə olur, xeliser də 2 dənə olur. Xeliserin sayını necə hesablaya bilərik? Deməli, biz burada elə eləməliyik ki, sonda cavab 2 alınsın. Toplayıb 2-yə bölsək 4 eləyəcək. A variantı uyğun deyil. 2-nin 12 eləyir. 2 çıxsaq 10 alınmadı. Sonra cəmləsək 8 2-yə vuranda 16. D variantında yenə cəmləsək 8 eləyir. 3-ə bölünəndə bölünmür. Çıxıb ala bilərik, deməli 4. N-dən A-nı 4. Onu da 2-yə böləndə 2. Düzgün cavab Y variantı. Yəni bizə elə lazımdır ki, cavab 2 olsun. Çünki xeliserlər də 2 dənədir. Verilən ifadələrdən hansılar doğrudur? Quşun skeleti göstərilib şəkildə. Ona aid doğru fikri müəyyən etməliyik. A sümüyü qarğa sümüklərdir. Döş sümüyünə birləşmişdir. Bu düzdür, bəli. Gəlib qarğa sümükləri döş sümüyünə birləşir. A sümüyü döş qəfəsi skeletinə aiddir. Xeyr, Çin qurşağına aiddir. B sümüyü yalnız quşlar sinfinin nümayəndələrində rast gəlinir. B sümüyü döş sümüyüdür. Bu da yanlışdır. C pəncə sümüklərinin birləşməsindən əmələ gəlmişdir. C pəncə ölləsidir. Bəli, pəncə sümükləri birləşərək pəncə ölləsi yaradıblar. D sümükləri çəngəl əmələ gətirib. Bu da körpücükdür, birləşib çəngəl əmələ gətirib, düzdür. 1, 4, 5, yəni D variantı. Müəyyən sayda göl qurbağalarında onurğa sütunu sümüklərinin sayı 90 olarsa, bu göl qurbağaların barmaqları arasında üzmə pərdələrin sayını hesablayın. Onurğa sütunu sümüklərinin sayı. Sümük deyəndə 10 dənə sümük var. Çünki quyruq da sümükdür. Onu da sayırıq. Amma fəqərə dedikdə quyruq sümüyünü saymırıq. 9 ilə hesablayırıq. Burada 90-ı 10-a bölərək tapdıq ki, 9 dənə qurbağa var. Üzmə pərdələri də qurbağada 8 dənədir. Sadəcə arxa ətrafların barmaqları arasında olur. Hər ətrafda 4 dənə olur. Vurduq 8-ə. 9 dəfə 8, 72. C variantı.